Salam dostlar, günləriniz xoş keçsin dostlar. Dostlar, deməli, belə deyək, zaman-zaman bir ənənə olaraq gələcəyə doğru daha ziyadə və belə deyək, potensial tamaşaçılarım və oxucularım üçün ərsəyə gətirdiyim işlər barədə danışıram. Azad və rahat danışmaq istəyirəm, yenə həmişəki kimi dostlar. Ona görə danışığımda hansısa qüsurlar olsa özür dilərsiniz. Və bunu bir neçə mövzu ilə də əlaqələndirmək istəyirəm. Biraz belə zaman-zaman toxunduğum, müəyyən qədər biraz qaraldıcı mövzu ilə və yaxud bəlkə də biraz belə deyək, daha aydın şəkildə ifadə eləsək, problematik mövzu ilə əlaqələndirmək istəyirəm, amma çalışacağım uzatmayım. Başa düşürəm, biraz belə azad danışdığım üçün müəyyən çatışmazlıqlar olur, amma indi daha yaxşı toparlamağa çalışacağam. Deməli dostlar, nəysə ki, ənənəvi mövzulara zaten mən öz yanaşmamı da göstərmişəm və yaxud dərinləşdirilmiş şəkildə baxışımı, bədi fəlsəfi baxışımı vermişəm. Və biraz da dərinləşdirmələr eləmək istəyirəm və yaxud daha belə xülasələşdirmək istəyirəm məqamı. İnsan fəaliyyətləri var, yəni dünyanın bu metafizik strukturuna görə insanlar qüvvələrini işlətməyə, canlılar ümumiyyətlə qüvvələrini işlətməyə meyillidirlər. Hər canlı bunu özünə məxsus şəkildə eləyir. Mənim təmayülüm ədəbiyyat və fəlsəfi fəaliyyətdir. Daha ziyadə mənim təsəvvürümdəki və yaxud təmayülümə uyğun olaraq, yaradıcı instinktimə uyğun olaraq özünü göstərən bədiyyat və fəlsəfi baxışdır. Bu isə təkcə mənlə bağlı deyil, əlbəttə bunun ustadların açdıqları yollarda yeriməyə çalışaraq bu fəaliyyəti ərsəyə gətirməyə çalışıram. Biz özgünlüyümüzə uyğun olaraq, belə deyək, özgünlüyümə uyğun olaraq. Çünki deyərdim ki, adətən təsəvvür olaraq desək, insan özünə məxsusluğunu, öz gördüyü işlərə damğasını qoyur. Çünki mən belə baxıram, fəlsəfiləşməyə və bədiləşməyə ruhun intellektləşməsi deyirəm. Bizim metafizik iradəmizin intellektləşməsi deyirəm. Belə deyək, məcazi mənada qəlbimizin, ruhumuzun intellektləşməsi kimi baxıram. Və bu qaçılmaz olaraq bizim ruhumuzun intellektləşməsi olduğu üçün öz damğasını qaçılmaz olaraq daşıyır gördüyümüz işlər. Deməli dostlar, bunu zaten çox danışmışam bu barədə. İndi danışmaq və sonra onu bədi mətnə çevirmək prosesi də gedir. Amma indiyə qədər belə deyək, biz bu məsələ üzərində durmuşuq. Yəni mənəvi fəaliyyət nədir? Mənim anladığım mənada, təsəvvür mənim öyrəndiyim mənada, amma dediyim kimi bu
bir fəaliyyətdir. Ümumi bəşəriyyətin mövcudluğu ilə bağlı fəaliyyətdir və hər yerdə, hər yerin ədəbiyyatı, belə deyək, indi mən hər yeri dedikdə, yəni gəlin belə konkretləşdirərək deyim ki, Azərbaycanın da ədəbiyyatı istər şifahi, istər müəllif ədəbiyyatı bu prosesə, bu fəaliyyətə öz töhfəsini verib, öz ölçüsündə verib öz töhfəsini. Ona görə də Azərbaycan bu mənada çoxlu çatışmazlıqları və qaranlıqları olsa da, tarixində çoxlu qaranlıq tərəflər olsa da, hər hansı bir şəkildə gücləri müqabilində bu fəaliyyətə öz töhfəsini verib. Yəni bədiyyatını və düşüncə fəaliyyətini yaradıb və bu da çox məsələlərlə bağlıdır. Yəni insan öyrənən, düşünə bilən canlıdır və düşünə bilən və həyatı haqqında düşünən, mövcudluğu haqqında düşünən canlıdır və onun kulturası, yəni qurduğu mədəniyyətlər həm də əsas etibarilə düşünməsi ilə, dili ilə ərsəyə gətirilib. Yəni reallıqlar düşüncə ilə, duyğu və düşüncələrlə qurulur. Dolayısıyla mədəniyyətlər də duyğular və düşüncələrlə qurulurlar. Baxışlarla, həyata baxışlarla qurulurlar. Ona görə Aristotel nə deyərdi? Deyərdi, təfəkkür etmək ən nəcabətli işdir, deyərdi. Ən nəcabətli, yəni nəcabətli bir işdir, gəlin belə deyək. Məzmun olaraq bu cür idi. Aydın məsələdir, indi o bəlkə biraz bu fəaliyyəti aydın məsələdir ki, biz önə çıxardırdı. Amma düşünmək insan mövcudluğu, insani dəyərlər, yəni məsələn üçün elə Aristotelin götürsək, əgər çox qədimə gedəriksə də, belə deyək, əskilərə gedər, qədim yox, əskilərə gedəriksə, başlanğıclara gedəriksə, belə deyə bilərik. Məsələn, bizim təhsil sistemlərimizin qurulmasında Aristotel düşüncəsinin rolu var. Yəni ki, bizim bir daha toxunmuşuq, yəni bizim varlığımızda artıq Aristoteldən bir parça var bizim yetişməyimizdə. Yəni o, məsələn, elmlərin sistemləşdirilməsi, poetika haqqında ilk kitablardan biri, deyək ki, elmi kitab, elmi təfəkkürlə yazılmış kitab Aristotelindir. Etika kitabı, məsələn, Aristotelindir. Əlbəttə, çox tapmaq olar o dövrdən, yəni nisbətən çox tapmaq olar, amma əsas təməllərdən biri Aristoteldir də, yəni belə əsas o baza Aristoteldir də, ən azından yəni, biz hər birimiz məktəb vasitəsilə özümüzdə Aristoteldən bir parça daşıyır, yəni bizim yetişməyimizdə olunur. Yəni bu artıq öz-özlüyündə təfəkkür işinin, düşüncə işinin nə qədər nəcabətli olduğunu göstərir və insanlığın vəhşilik səviyyəsindən çıxmasında da başqa şərtlər olduğu kimi ki, o vaxtda mən indi çox danışa bilmərəm, mən ədəbiyyat və fəlsəfə sahəsində danışa bilərəm. Ədəbiyyatın və poeziyanın, geniş mənada şeiriyyatın və düşüncə işinin, yəni fəlsəfənin böyük rolu olduğunu düşünürəm. Ona görə Descartes də bu məqama barmaq basardı və bizim özümüzün mütəfəkkirlərimiz də Nizami Gəncəvidən də, əgər biz ədəbiyyatımızın, klassik ədəbiyyatımızdan da həm də deyəriksə, Nizami mənim çox sevdiyim bir mütəfəkkirdir, həm də Nizamidən də çıxış eləyiriksə, yəni düşünmə işinin insana vəhşilik və barbarlıq bu səviyyələrdən çıxarmasında nə qədər böyük rol oynadığını təsdiqləmək olar. Ki, bu mövzu çox işlənib, zaten çox işlənib. Elə o günlərdə, məsələn, mən Nietzsche'ni yenidən oxuyurdum bir mətnini, orada o qədər gözəl bunu, o qədər gözəl şərh edib ki, yəni bu məsələyə toxunub ki, yəni özünə məxsus şəkildə mövzunu dərinləşdirib öz tapıntıları ilə.
Yəni yeni dövrdən, yeni fəlsəfədən, məsələn, Nietzschedən sonra da var əlbəttə. Amma mən daha çox mənim müəyyən sevdiyim müəlliflər var, aydın məsələdə sizə belə onlardan çıxış edəcəyəm. Ki, o xəttin davamçılarından biri, məsələn, Borges idi. Biz Borges haqqında danışmışdıq bu yaxınlarda, düzdür. O cümlədən bir mətndə yazıram hazırda. Bir esse vari bir mətndir. Və özünə məxsus şəkildə esse vari bir mətndir. Borgeslə bağlı. Onun işləri ilə bağlı, bir işi ilə bağlı. Sağlıq olsun. Növbəti kitabda çıxacaq. Yəni yəni orada da bu məqama toxunulub. Amma yeni şəkillərdə əlbəttə, yeni özünə məxsus baxışla, belə deyək, öz üçün baxışla və ya yenidən kəşf eləməklə məqamları. Ona görə mənəvi fəaliyyət hədəfi nədir? Mənəvi fəaliyyətin hədəfi bu zaten bu mövzuya toxunmuşuq biz, yəni də formula eləməkdə və yenidən xatırlamaqda fayda var. Bu Hötenin sözüdür. Məzmun təqribən bu cürdür. Deyir ki, o qədər dünyada yalan olur ki, ümumi yalanlarda həqiqətləri və yenidən təkrarlamaqda ehtiyac yaranır. Ona görə də bunları vurgulamaqda fayda var. Zaten bu təməl məqamdır, yəni çıxış nöqtəsidir. Bunu oxucular da, tamaşaçılar da, yəni ki, mənəvi fəaliyyətlə hər hansı bir bağlılığı olan insanlar da bunu zaten zehinlərində saxlamalılar ki, o anlaya bilsinlər, başa düşə bilsinlər, tuta bilsinlər deyə, necə deyirlər, söhbəti tuta bilsinlər ki, bu fəaliyyət həm nələrlə bağlıdır, həm də. Mənəvi fəaliyyətin hədəfi sənətkarlar, xalis sənətkarlar, mütəfəkkirlər və möminlər yetişdirməkdir. Və həm özümüzdə, həm özümüzdən qıraqda. Və bu bəlli bir mənəvi, ruhani, insani bir mühit yaradır ki, bu mühit artıq dediyim kimi, yəni bizi məktəb deyək ki, insan eləməyə çalışırsa məktəblər, təhsil ocaqları həm də insan eləməyə çalışırsa, ən azından bir vətəndaşa çevirmək istəyirsə, amma insanın bir şəxsiyyətə çevrilməsinin müxtəlif çoxlu mərhələləri var. Bu uzun bir yoldur, bu bir mənəvi, zehni, idraki təkmilləşmədir. Bunun artıq əhəmiyyətini məktəb göstərir, təhsil ocaqları göstərir, amma bu təkcə ondan bağlı deyil də. Mərhələləri çoxdur, ona görə də bu nə üçün, nəyə lazımdır? Bu insani mühitin, insaniləşmənin əsas proseslərindən biridir, fəaliyyətlərindən biridir. Zaten baxın, çox danışmışıq və detallarına qədər ədəbi mətnlər üzərində, fəlsəfi mətnlər üzərində bunu göstərməyə çalışmışam. Mən özümə məxsus şəkildə də, yəni ki, əlbəttə bundan çoxlu ziyalılar məşğul olurlar. Mən də öz qabiliyyətlərimə və fərdiyyətimə uyğun olaraq bundan məşğul oluram. Amma bu həm də özünü ifadədir, həm də bu iradənin, dediyim kimi, intellektləşməsidir. Ruhun çoxalmasıdır. Bu bir həm də mənəvi hədəfdir. Deyim kimi, çox tərəflərdən bunu analiz eləmək olar da. Və bu hədəfin kökünü, zaten biz toxunmuşuq bayaq dostlar, bu hədəfin kökü metafizikdir deyə düşünərdim. Fəlsəfə aləmində deyirəm bunu. Metafizikidir. Ona görə də metafiziki məsələlərin əslində niyə bu var sualı mənasız da sayıla bilər, saçma da sayıla bilər. Bu təqribən niyə yer üzərində insan irqi var sualı kimidir. Amma o var və bunu
bir qüvvə həyata keçirdir, düzdür? Tanışıq məsələlər barədə. Bu həm də aşiq olmaqla bağlıdır, bu həm də qadın sevgi ilə bağlıdır, müxtəlif şəkillərdə sevgi ilə bağlıdır. Sevgi niyə var, niyə insan irqi dünyada qalır, düzdür? Həyatı mənalandıran belə bir canlı var. Bunların cavabını zənn edirəm tam mütləq bilinə bilməz, amma bunun cavabı metafiziki olmalıdır. Bunun fiziki cavabını verilə bilər, amma o məmnun edilə bilməz. Bunun cavabı bizi məmnun edə bilməz. En azından mənim cavabı metafiziki ola bilər. Cavabı amma bunun cavabını hər kəsə görə ola bilər də. Hər kəsə görə fərqli ola bilər. Mənə görə bir cavabı var. Və Nietzsche biraz bunu cavabı biraz sərt şəkildə verərdi. Məni ancaq məmnun eləyirdi. Məni məmnun eləyirdi. Yəni ki, ədəbiyyat adamlarını, deyək ki, və ya mən tip ədəbiyyat adamlarını bu məmnun eləyə bilər. Nə mənadə məmnun? Təmin eləyə bilər. Məmnun yox, təmin eləyə bilər. Nietzsche deyərdi ki, bəşəriyyətin gözlə görünən əgər bir planı varsa və yaxud burada bir gözə çarpan nəsə varsa, bu onun şəxsiyyətlər yetişdirməsidir. Və görünür bunda bir görəsən bu gözlə görünür, fəqət bunun isbatı nə ola bilər? Bunun isbatı düşünürəm ki, dediyim kimi bizi məsələn insan eləyən bir mərhələlərdən biri nədir? Deyək ki, təhsildir, məktəbdir, düzdür. Məktəbdə biz nə keçirik? Məsələn, biz bilgilər keçiririk orada. Müxtəlif cür bilgilər, elmin bilgilərini, sənətin bilginləri, elmin bilginlərinin, fəlsəfənin bilginlərinin yaratdığı dəyərlər əsasında biz insanlıq mərhələsinə keçirik. Düzdür? Və yaxud ən azından düşünməyi öyrənirik, ən azından bir ünsiyyət qurmağı öyrənirik, sosiallaşmağı öyrənirik, həyatda qalma imkanlarımızı artırırıq. Belə deyə bilərik də, düzdür? Və ya həyatdan ləzzət almaq imkanlarımızı artırırıq. İdeal mənada belədir də. Və çox cəhətləri var da bunun. Demək ki, doğrudan da Nietzsche'nin dediyində görünür bir həqiqət var. Yəni bəşəriyyətin işi böyük, dərin, dünyanı gözəlləşdirən şəxsiyyətlər yetişdirməkdir. Yəni ki, bu belədir. Və məsələn, mən deyək ki, İngiltərə haqqında deyək ki, düşünürəm, məsəl üçün. İngiltərəni tam sevirəm bir ölkə olaraq. Mən İngiltərəni sevirəm. İngiltərəni nəyə görə sevirəm? Öz çapımda deyim, məsələn. Mən İngiltərəni əsas etibarilə birinci başlanğıc olaraq heç olmasa tutaram ki, mən Dickensə görə sevirəm. Məsələn, Dickensə görə sevirəm. Və yaxud İngiltərə mənim zehnimdə indi yeni ilə doğru gedirik. Milad hadisələri, milad romantikası, Dickensvari bir milad romantikası ilə səsləşən bir ölkədir, məsəl üçün. Yəni ki, görünür, Nietzsche'nin bu sözündə bir həqiqət var. Həqiqət var ki, bəşəriyyətin planı, bəşəriyyətin etdiyi, bəşəriyyətin istədiyi hədəf budur ki, o gücünü, öz ucalığını, öz qüvvəsini, ruhi qüvvələrini bununla göstərir. Yəni o şəxsiyyətlər yaradır, yaradıcı şəxsiyyətlər yaradır, bilgi insanları yaradır, dünyanı sevimli edən şəxslər yaradır. Və bunun da başqa nəticələri olur. Bunun da çoxlu tərəflərdən ən adi şəkildə bizi yetişdirməsindən tutmuş, ən yüksək həzzimizə qədər, bilgidən alınan həzzə qədər çoxlu şəkillərdə, formalarda özünü göstərir də bu. Özünü təsdiqləyir. Görün, Nietzsche'nin sözündə bir həqiqət var və bu sivilizasiya şəraitində olan ki, mən Azərbaycanı sivilizasiya şəraitində yaşayan ölkə hesab edirəm, amma çatışmazlıqları olan ölkə, mənə görə belədir, amma sivilizasiya şəraitində yaşayır. Yəni bunun düşünən və hiss edən bir mədəniyyətində düşünən və hiss edən şəxslər olublar Azərbaycanda. Olublar. Demək ki, bu artıq ənənə var, köklər var, amma daha da düzəlməlidir. Əlbəttə ki, çox cəhətdən.
Düzələr, düzəlməməsi o başqa məsələdir. Yəni o düzələrmi, düzəlməzmi, qaranlıqları gedərmi? O da artıq başqa şərtlərdən asılıdır. Onu da bilmək olmaz. Cəhd edə bilərsən. Nəsə buna bir töhfə verməyə çalışa bilərsən, amma da o qalan məsələlər təkcə burada bir kəsdən, bir tərəfdən asılı məsələ deyil də, bu çox tərəfdən asılı məsələdir deyə düşünürəm. Amma yenə də bunun da ötəsində mənəvi fəaliyyətləri mən təkcə məhəlli hesab eləmirəm. Böyük mənəvi fəaliyyətləri həm də dünyəvi hesab edirəm. Yəni məsələn Pushkin bu hansısa Rus oxucuları üçün əzizdirsə, həm də yaxşı Azərbaycanlı oxucular üçün də əzizdir. O Dickens, Borges, Nabokov, nə bilim, Jack London məsələn, ədəbiyyatdan danışarıqsa, nə bilim, çox müxtəlif filosoflar, mütəfəkkirlər, rəssamlar, indi mən başqa sahələrdən çox danışa bilmərəm. Beethoven, musiqiçilərdən məsəl üçün örnək olaraq verirəm. Artıq hamısı üçün, bütün sənətsevərlər üçün, ədəbiyyat sevərlər üçün, bilgi sevərlər üçün əzizdirlər də. Bu qaçılmaz olmalıdır. Çünki bizim hamımızındır əslində. Bu metafizik köklərinə görə belədir. Yəni bu başqa cür ola bilməz. Yəni strukturuna görə artıq belədir. Metafiziki cəhətdən belədir. Metafiziki cəhətdən belədir. Yəni bu elə belə üstdən belə deyil. Yəni zaten kökünə görə belədir. Sən onu heç kim onu inkar edə bilməz. İnkar eləsə aldadar özünü. Demək ki, əslində hamımızındır. Ona görə də mənəvi fəaliyyətlər hansı ölçüdə olarsa olsun, o əslində dünyəvidir. Əslində dünyəvidir. Yəni Nizami Gəncəvi əslində dünyadakı hər ədəbiyyat sevərin, hər bilgi sevərin əslində sevə biləcəyi bir örnək verir. Məsəl üçün örnək verir Nizami Gəncəvi. Bizim klassik mənəvi mədəniyyətimizdəki ən nəhəng figur hesab oluna bilər də. Sevə biləcəyi bir nə bilim, mütəfəkkirdir. Ona görə də məsələn, ondan zaman oxumuşam hissələrə, məsələn, onun heyvanlara olan sevgisini göstərən bir hissə oxumuşdum, məsəl üçün. Yəni ki, Nizami Gəncəvinin o dövrdə artıq o mənəvi qüvvələri hiss eləyirdi özündə və onu ifadə edirdi. Əlbəttə ki, onun özünün yetişməsində belə artıq klassik Yunan mənəviyyatının belə böyüklüyü olub Nizaminin yetişməsində. Demək ki, Nizaminin öz varlığı da, klassik dövrdən danışarıqsa da əgər, Nizaminin öz varlığı da artıq bunu isbatlayır. Yəni özü ki, o artıq bu qüvvələri göstərib və isbatlayıb da biz üçün bu prosesi. Ona görə də necə ki, məsələn, Nizami Gəncəvinin varlığı tutalım. İndi mən öz ölçümdə deyirəm də, yəni ki, mənim deyək ki, yetişməyimdə bir rol oynayıbsa, çünki olub ki, o mənəvi fəaliyyəti ruhu qoruyan adam olub da. Bu həm də bu bizə də aiddir. Məsələn, mən bunu özümə də aid edirəm. Özümün də metafiziki, instinktiv vəzifələrindən biri hesab edirəm. Yəni ona görə də bu ruhi fəaliyyət qorunmalı olduğunu düşünürəm. Çox cəhətlərdən. Fəqət bütün bu indi mənim bu danışdıqlarım biraz bəlkə bu fəaliyyətlərə böyük mənalar yükləmək kimi görünə bilər. Mənim üçün çox böyük mənası var. Amma bunu başqalarından da sizin üçün də bu böyük məna daşısın deyə o tələbdə bulunmaq da biraz nə deyim, biraz belə elə bil ki, biraz şit çıxar. Bizim dilimizdə bir söz var, şit hərəkət və ya şit çıxa bilər. Amma mənim kimi adamlar üçün böyük məna daşıyacağı dəqiqdir. İnstinktiv olaraq çünki bu belədir də. Ona görə də mənim kimi insanlar da məsələn ola bilər də ortaya çıxa bilərlər. Məsələn Nizami Gəncəvi nə bilirdi ki, mənim kimi bir adam ortaya çıxacaq. Yəni burada məna özümə yükləmirəm, o mənə demirəm. Yəni deyək ki, yaxşı oxucu olaraq deyirəm. Nizami Gəncəvi nə bilirdi ki, onu belə oxuyub sevən biri ortaya çıxacaq. Bilmir, düzdür? Amma çıxdı ortaya. Bu mənada yəni bəşəriyyət
bəşəriyyət uzanan bir, davam edən, varlığını qoruyan bir xassəyə malikdir. Ona görə o gələcək boyunca açıq yollar açıqdır da, bildiniz necə? Ona görə də gələcəkdə daha çox ola bilər ki, mənəvi, ruhi fəaliyyəti qorumaq istəyən şəxslər, fərdiyyətlər ortaya çıxa bilər. Ona görə də bu zəncirvari şəkildə qorunası bir fəaliyyətdir olduğunu düşünürəm və bunun nəyə lazımdır? Dedim də çox ən adi, məsələn, məktəb məfhumundan, məktəblə bağlı təsəvvürlərdən çıxış etsək, artıq özünü göstərmiş bir, isbatlanmış bir məsələdir. Ona görə də mən buna belə baxıram, yəni insanlaşma mərhələləri kimi baxıram. Ona görə də bu mərhələlər bir qat deyirlər də, çox qatda gedirlər deyə düşünürəm. Bu Nietzsche bunu çox işləyib, çox dərininə, çox belə yalqızcasına, Avropa fəlsəfəsinə deyəcəm, dünya fəlsəfəsinə deyəriksə də, dərindən, geniş şəkildə, çox belə zaman nə qədər belə şeiriyyatla dolu şəkillərdə işləyib Nietzsche bunu. Və sonradan Nabokov işləyib, məsələn, Borges işləyib. İndi mənə görə ən yağlılardan yapışıram da, yağlı müəlliflərdən yapışıram. Belə şirəli, ən belə ustad müəlliflərdən yapışıram. Onlar bunu zaten çox gözəl şəkillərdə, dərin şəkillərdə işləyiblər də. Ona görə mənim də bu fəaliyyətim bu yolun bəlkə də açılmasına öz çapımda bir töhfədir. Həm bir çox cəhətdən belədir. Yəni ki, bir tərəfdən əgər bu həm də bizim xalqın içindəki nümayəndələrə yönəlişdirsə, digər tərəfdən həm də dedim ki, bu bir dünyəvi fəaliyyətdir. Dünyaya xitab edən bir fəaliyyətdir. Yəni bu dedim ki, bir məhəlli məsələ sayıla bilməz. Kökünə görə belə deyil artıq. Məsələn, 19-cu əsrdə Rusiyanın özündə, məsələn, Lev Tolstoy kimi bir dənə nəhəng bir yazar, mütəfəkkir ortaya çıxdı və o bunu çox açıq şəkildə bilincində idi. Yəni bunu çox açıq şəkildə fərqində idi. Bu belə bir fəaliyyətin, belə bir ruhaniliyin əhəmiyyətinin böyük, belə çox açıq fərqində idi. Ona görə onun bu yöndəki fəaliyyətləri də bax bizi o kanallara aparır. Ruhaniliklə, bəşəri ruhaniliklə kanallara aparır. Ona görə Tolstoy 19-cu əsrdə olması çox cəhətdən əhəmiyyət daşıyır bu baxımdan da. Çünki o çoxlu kanallar verir belə bəşəriyyətin bəşəri bilgəliklərə və gözəlliklərə aparan kanallarla insanı təchiz edir. Ona görə Tolstoyun məsələn bu baxımdan böyük əhəmiyyəti var həm də. Məsələn, o təkcə Rus təfəkkürü ilə bağlı məsələ deyil. Tolstoydakı nəsr ən əla təzahürlərində unikal şəkildə dünyəvidir. Yəni, unikal şəkildə dünyəvidir. Çox belə təsadüfi deyil ki, o 20-ci əsrdə gör neçə yazar üçün bir ideal idi. Tolstoyun nəsri və Tolstoyun baxışı təkcə yazar yox, ictimai xadimlər içində, siyasi xadimlər içində, fəqət o tərəf, mən o mövzular haqqında çox danışa bilmərəm, ona görə də daha çox öz ədəbi və bədii təsəvvürlərimə uyğun olaraq danışmaq istəyirəm dostlar. Fəaliyyət bundan ibarətdir və biraz da belə deyək. Nəsə deyək dostlar, indi mən bəzi məqamları vurğuluyum. Deyək ki, bu Freydin bağlı danışmışdıq barədə, qısaca məlumatlar verim. Freydlə bağlı ilk işlərimizdən biridir. Buna toxunmuşam məqamlar. Yəni, bu
bu məsələlər toxunmuşam. Freydlə bağlı psixoanalitik baxışdır. Fəqət dünyaya psixoanalitik baxış mənim fərdi yaradıcı fərdiyyətimə uyğun deyil. Yəni mən psixoanalitik baxışla dünyaya baxmıram. Ona görə də Freydin yanaşmaları mənə yabancı gəlməsi təbiidir. Amma Freydin də maraqlı ola bilərmi? Freyd tərəfdən insanlar çox olub ki, məsələn intellektuallar Freyd nöqteyi nəzərindən dünyadakı bir çox olayları şərhləməyə çalışırlar. Bəlkə də bu maraqlıdır. Əlbəttə, bəlkə də bunun belə deyək, bir xeyri faydası var, ola bilər. Fəqət mənim baxışım başqa cür tərəfdəndir. Dünyaya, belə olaylara çözmə şəklim, problemləri çözmə şəklim psixoanalitik deyil, başqa tərəfdəndir. Ona görə də mən Freydi sevdiyim müəllim hesab edirəm. Amma bu kitabı da mən izah edə bilərəm, dostlar. Yəni biraz tərcümə məsələlərinə toxunacağam. Bilirsiniz, Azərbaycan intellektual mühiti, mən yəni ki, bununla az çox təcrübələrim var da belə. Azərbaycan intellektual mühitində ümumiyyətlə bizdə yetişməmək problemi var da. Bildiyim ki, qaranlıq tərəflərimiz çoxdur. Yəni bizdə oxucular belə hələ yetişmiş oxucu belə hələm tapılmır. Yəni çox belə bilirsiniz necə primitiv duyğular daha qalıblar məsələn. Həsəd, kin, dəstəbazlıq, qrupbazlıq, yəni bu şeylər çox primitiv. Yəni mən düşünürəm ki, bizim o varlığımızın primitiv tərəfləridir. Yəni çox bəsit tərəfləridir. Yetkin tərəflərimiz deyil o. Yəni yetişmiş insanda məsələn üçün yetişmiş insanda bunlar olmamalıdır. Yəni intellektual fəaliyyətlərə yönəlik qiymətləndirmədə də bu duyğular kriteriya götürülə bilməz. Aydın, kamallı, adil baxış, kamallı baxış, qərəzsiz baxış belə olmalıdır, belə yanaşmalısan. Yəni amma çox təəssüf ki, mən çox belə gözümdə böyütdüyüm ziyalarımızda belə mən yəni çox belə primitiv, belə xoşa gəlməz, qaranlıq xüsusiyyətlər gördüm. Yəni ki, heç bir şəkildə gözləmədiyim xüsusiyyətlər gördüm. Məsələn üçün, mən deyək ki, bir insanı ədalətlə qiymətləndirdim, o mənə ədalətlə qiymətləndirməyə tənəzzül etmədi. Yəni ki, bu yetkin adam, yəni mənim gözümdə çox böyütdüyüm bir adamın münasibəti idi. Ona görə də mən yəni ondan belə münasibət görürsənsə, sən başqalarından yaxşı münasibətin gördüm, amma ədalətsiz idi. Məsələn üçün, deyək ki, bu kitab, bu Nietzsche'nin bu ən çətin mətnlərindəndir. Ən çətin mətnlərdir, mən özüm bilirəm, daha çox təcrübələrim var. Yəni bu kitabı, bu mətnin Azərbaycanca verilməsi əslində, deyək ki, o həmin mənim çox böyük dəyər verdiyim ziyalı həmişə belə yazıları var idi. Nietzsche'nin, Nietzsche kimi filosofların kitablarının bir dilə tərcümə edilməsi böyük hadisə sayılmalıdır. O belə deyərdi. Amma mən Nietzsche'dən 3 dənə kitab tərcümə eləmişəm. Məsələn, onun münasibəti belə də yəni sıxılan, həsədli bir münasibət oldu. Bu isə yəni o sözü demək nədir? Belə münasibət nədir? Yəni ki, çox belə bilirsiniz necə belə dediyim ki, nə çox primitivlik var, yəni yetişməmişlik mi var? Çox bilirsiniz necə çox qapalı cəmiyyət olub, çox belə həsədçilik çoxdur, yəni lazımsız həsədçilik çoxdur. Yəni kimsə deyə bilər ki, Rüstəm sən beləsiənmi? Yox dostlar, mən belə deyirəm də. Belə deyirəm. Yəni insan düzünü deməlidir. Mən məsələn belə deyirəm. Əgər bir iş çox doğrudan da gözəl işdirsə, mən onu canla başla heç bir şey gözləmədən deyən adamam. Mənə izləyənlər bunu bilirlər. Məsələn üçün bir əsərə toxunmuşam. Məsələn üçün bax. Marcel Proust'un İtilmiş Zamanın Sorağı. Biraz toxunmuşam bunu. Azər Əhmədov bəy tərcümə edib. Mən məsələn şəxsən təəssüf ki tanımıram. Bir dəfə dediyim bu barədə bir
təşəkkür yazmışdım başqa Azər Əhmədova. Bir şairə yazmışdım, səhv salmışdım da. Elə bildim ki, bu bəyə yazmışam ki, bu kitabı biz üçün tərcümə eləyib, bu gözəl kitabı. Amma sadəcə mən Azər Əhmədov bəyi tanımıram, amma bu kitabı oxumuşam. Oxumağa davam edirəm. Mənim story kitablarından biridir. Proustun məndə başqa çox sevdiyim yazıçılardandır. Və məndə başqa variantlar da var, müxtəlif dillərdə Proustun bu kitabı. Və mən çox arzulayıram ki, Azər bəy bu kitabın başqa bizim dilimizə çevirsin də, davam eləsin. Çox arzularından biri də bu qanun nəşriyyatı üçün də çox böyük işdir. Yəni mən bu tərcüməni, mən özümə tərcümə işinə məşğul olmuşam, amma bu tərcüməni mənim işlərimdən də özümə, indi təcrübəmdən çıxış edəndə daha dəyərli iş buluram. Çünki indi burada müəyyən xətalar ola bilər, bəlkə də ola bilər. Amma mən məsələn görməmişəm. Yəni çünki ümumi təsəvvür olaraq indi bu tərcümə məsələn çox dərinə getmək istəmirəm. Tərcümələrdə çoxlu problem, hər yerdə problemlər var. Hər yerdə problemlər var. Bu fərdi məsələdir. Yəni burada sən ümumi danışa bilməzsən. Ədalətli olmaq lazımdır. Və bu demişəm də bizdə o yetişməməyisliyi məsələsi var. Bu çox ciddi problemdir. Çox oxucu problemdir. Müəlliflər yetişməyiblər. Yəni o qədər belə primitiv duyğular içindədirlər ki, onlar detallama apara bilmirlər. Yəni fərdiyyətdə belə diqqət edə bilmirlər. Çox ümumi təsəvvürlər var. Çox belə ümumi qavramlar var. Belə primitiv duyğulardan çıxış edərək hökm vermələr var. Dəhşət, yəni çox kiçiklik çoxdur. Yəni nə deyim, valla kiçiklik çoxdur. Ona görə də məsələn mən bu kitabı yoxlamışam. Bu kitab kifayət qədər uğurlu işdir. Yəni Azər bəy bu kitabla birisini eləyib. Bu kitabla Azərbaycan dilinin imkanlarını artırıb. Azərbaycan dilinin leksikonunu yadımıza salıb. Yəni Azərbaycan dilinin lüğətinin zənginliyini yadımıza salıb. Azərbaycan dilinin elastikliyini artırıb. Yəni Azərbaycan dilinin elastikliyi artırılmalıdır. Çünki mən özüm də buna, özüm bilirəm də, töhfə vermişəm. Məsələn üçün, bu həyat müdrikliyi aforizmləri kitabı ilə. Hətta bir yoldaş mənə demişdi ki, bilmirəm, mən çox bilmədim bu mövzunu. Mövzunu çox bilmədim, yəni ki, yoldaş mənə demişdi ki, bu ən yaxşı işlərdən biri sayılıb. Bizim intellektual müdriklikdə həyat müdrikliyi aforizmləri. Amma bunun üzərində yenidən də işləyə bilərəm. Müəyyən şeylər var ki, onları sözləri dəyişə bilərəm. Zaten gələcəyə doğru fikrim var, zaman işləyirəm. Deyilənə görə bu bir qurum tərəfindən ən yaxşı işlərdən biri sayılıb. Deyilənə görə mənə belə məlumat verirlər. Bilmirəm, doğrudur ya yox. Belə məlumat verirlər. Yəni o, siz bununla əlaqələndirəm, elastikliyi, dilin elastikliyini. Mən onu özüm bilirəm də, özüm bilirəm. İndi o vaxt danışsam gərək çox geniş danışmışam. Zaten zaman danışmışam. Onu bu işin içində olanlar əsas etibar edir. Elastikliyi artırmaq məsələsi var. Yəni Azərbaycan dilinin elastikliyini artırmaq çox əhəmiyyətlidir. Bəzən belə düşünürlər ki, məsələn bizim deyək ki, Sovet dövründəki bir dilimiz, onun da üstünlükləri var, ondan da yararlanmaq olar. O bilirsiniz dildir. O biraz belə sıxılmış, belə mexanikləşdirilmiş dildir. Amma yaxşı bədii mətnlər üçün, fəlsəfi mətnlər üçün elastikliyə gərək var. Dildə sən biraz belə oynaq olsun, dil gərək oynaq olsun. Bilirsiniz necə? Ona görə məsələn Azər bəy burada Proustun sayəsində bax o Azərbaycan dilini çox elastikli eləyib. Xeyli, çox böyük xidməti olan bir işdir bu. Çox böyük romançılığa, bədiyyata, fəlsəfədə hətta yəni Proustun bu romanı Bergsonun fəlsəfəsinin və mən də əlavə edirdim Schopenhauer'un da başqa zaten fəlsəfəsinin ədəbiyyatlaşmasıdır bir tərəfdən. Yəni fəlsəfənin ədəbiyyatlaşmasıdır bu kitab. Bunu toxunmuşdur bu arada. Flaubert'in fəlsəfi baxışının ədəbiyyatlaşması da həmdir. Ona görə də fəlsəfi baxımdan da çox böyük dəyər daşıyır, elmi baxımdan da çox böyük dəyər daşıyır. Ona görə də məsələn bunu məsələn mən rahatlıqla əgər iş yaxşı işdirsə, mən onu əsaslandıra bilirəmsə, rahatlıqla ona
öz fikrimi deyə bilirəm. Yəni ki, mən primitiv duyğuların əlində oyuncaq olmağı sevmirəm. Yəni ki, boş şeylər hesab edirəm. Yəni onu çox emosional qatda qalmaq hesab edirəm. Yəni ki, sən intellektual sahədə ümumiyyətlə yazıçının, filosofun əsas xüsusiyyətlə nə bilim, ədalətpərəstlik olmalıdır. Sən ədalət yoxdursa, sən Kant bunu deyərdi, çox gözəl deyərdi. Əgər insanların həyatında ədalət idealı yoxdursa, onda yaşamağın belə mənası qalmaz. Yəni əlimizdə yaşanması bir dəyər qalmaz. Ona görə də ədalətli olmaq ən yüksək fəzilətdir. Ən yüksək fəzilətdir. İnsan bir şeyin haqqını verməlidir, rahatlıqla verə bilməlidir. Yəni sən belə çirkin, qaranlıq, primitiv, kasad, məhdud bir şəxs fərdiyyətlə o heç sanmıram ki, o bu məsələlərdə zövqü olan adamlara ləzzət edə bilər, ya bir yetkinliyi olan insanlara ləzzət edə bilər. Qətiyyən bu çox bayağı bir, yəni ki, mühit yaradar o. Çox bayağı, vəhşi, belə bu inkişaf etməni əngəlləyən, gözəlləşməni, yaxşılaşmanı əngəlləyən bir mühit yarada bilər. Ona görə bu şəkildə yanaşma olmaz. Ona görə mənim həm də özümün də öz vəzifələrindən biri sayıram ki, mən öz işlərim haqqında özüm danışım. Ümid edirəm ki, nə zamansa Azərbaycan yetkin, ləyaqətli şəxsiyyətlərin, oxucuların artıq yetişmiş, yəni ki, primitiv və məhdud duyğuların və yanaşmaların əlində kiçilən yox, ruhca böyük, geniş, aydın, alicənab olan şəxsiyyətlərin yaşadığı bir yer olacaq deyə düşünürəm. Ona görə də mən bu haqda onlara xitabən danışmalıyam, özüm danışmalıyam. Əgər dediyim kimi bir iş həqiqətən dəyərli işdirsə, o vaxtda mən çox rahatlıqla və sevə-sevə danışan insanam və yazıda bilərəm. Amma bir iş yaxşı iş deyirsə, onu nəyəsə xatirinə tərəfləməzə boş şeydir. Bu istəyir əməl olsun, istəyir ədəbiyyatdan, fəlsəfə ilə bağlı, mən bu haqqında danışa bilərəm. Başqa sahədə nə demək var? Yaxşı bir iş olsun. Belə dostlar. Ona görə bu məsələlərdə biraz toxunuruq. Buna toxunduq. Bu da, mən bu kitabı, dostlar, psixoanalitik baxımdan dünyaya baxmasam da çox rahatlıqla izah edə bilərəm. Bu məsələyə gələcək. Yəni ki, indi mənim bu gördüyüm bu işlərlə bağlı bir məqamı toxunacağam. Bu bir təməldir. Zaten bu haqda mən müəyyən toxunmuşam, yazı olaraq da yazmışam, kitablarda var və yenə də olacaq. Bu həm də ümumi mövzu, ümumi məsələdir. Mən ərsəyə gətirdiyim kitablardakı düşüncə və təsvirlərin hamısını, özümkilərdə də, tərcümələrdə də, hamısını izah, şərh, yenidən edə bilərəm, yenidən canlandıra bilərəm, altından çoxlu mövzular çıxarda bilərəm, çox rahatlıqla bunun önələrini göstərmişəm, düzdür? Kitabı götürmüşəm, şərh eləmişəm, izah eləmişəm, mövzular çıxartmışam, başqa mövzular müxtəlif tərəflərdən. Yenə də eləyə bilərəm, əbədiyyən eləyə bilərəm, bütün ömrüm boyunca eləyə bilərəm. Gerçək yaradıcılıq və sevgi heç vaxt tükənmir. Bunu yadda saxlayın. Nadir hallarda şəxsin özü saxlaya bilər məsələni. Əslində tükənmir, amma şəxs özü əl çəkə bilər. O da ola bilər, amma tükənmir adətən. Məsələn üçün, Arthur Rimbaud gözəl şairdir, amma o deyəsən çox şey eləməyib, çox şey yazmayıb deyəsən belə. Və s. də. Amma tükənmir də, yəni gerçək yaradıcılıq tükənmir və gerçək sevgi də tükənmir. Ümumi sevgidən danışıram mən. Yorğunluq ola bilər, dincəlmək istəyə bilərsən, amma tükənmirsən adətən. Təbiət kimidir çünki, təbiət tükənmir.
davamlı hərəkətdədir. Yaz, yay, qış, payız, yaz, yay, payız, qış, yaz, yay, payız, qış. Ağaclar həmişə belə yenilənirlər. Gerçək sevgi də və yaradıcılıq da tükənmir əslində. Tükənmir. Təbiət kimidir. Ona görə də mən çox danışa bilərəm bu barədə. Yəni mənə hər şey aydındır. Ona görə də mənim öz çapıma deyirəm, işlərimlə bağlı hər hansı bir problemi olan insan mənlə üzbəyiz vaxtı danışmalıdır, açıq-açıq. Yəni arxada yox, orada yox, burada yox. Çünki nə bilim, bildiyim də kiçiklik çox Azərbaycan intellektual mühitində, mən də bundan danışıram, kiçiklik çoxdur. Yəni orada qeyri-adil, qərəzli, belə paxıl, belə çox boğucu, qaranlıq mühitlər var. İndi bu qanqaraldıcı mövzudur. Bu əslində mənim ən belə xoşuma gəlməyən bir mövzudur. Mən çox istəyərdim ki, sən necə bir yerdə yaşayım, çox ləyaqətli adamların, şəxsiyyət yiyəsi olan adamların arasında yaşayım. Mən bunu çox arzulayardım. Aydın, işıqlı mühitlərdə yaşayım və orada çox yaxşı işlər görə bilərəm. Çox yaxşı işlər görə bilərəm ədəbiyyat və fəlsəfə sahəsində. Təəssüf ki, nə etmək olar ki, belə bir yerdə hər hansı bir şəkildə oranı əlaqəli olsan, yaxşı şəxslər də əlbəttə var, ola bilərlər. Bizim yaxşı siyahlarımız da var deyə düşünürəm. Amma aydın məsələdir ki, belə hallar da ola bilir. Nə bu aydın məsələdir? Ona görə də mənlə hər hansı bir şəkildə bunların mənim əhsiyyətim kitablarla bağlı hər hansı bir şəkildə problemi olan, bir sözü olan, onu mənlə birbaşa mənlə söhbət eləməlidir. Əgər mənim səhvim varsa, onu düzəldəcəyəm. Yeniləyəcəyəm və düzəldəcəyəm. Mütləq şəkildə. Əgər baxacağam da, əgər o həqiqətən doğru bir şeydirsə, doğru qeyddirsə, doğrudan orada həqiqətən bir mənəvi fəaliyyəti təkmilləşdirmə təmayülü varsa, mən özüm bilirəm də, onu tuturam söhbəti. Onu düzəldəcəyəm. Yox, əgər o dediyim kimi primitiv duyğudursa, o belə axmaq bir halətdirsə, yox, orada başqa cür münasibət göstərəcəyəm. Amma həqiqətən o bir mənəvi fəaliyyətin təkmilləşməsinə xidmət edirsə, mütləq şəkildə düzəldəcəyəm. Amma primitiv, belə şeylər yox, belə qətiyyən yox. Yaxşılaşdırma. Məsələn üçün, mən deyək ki, bu kitabı oxusam və burada hansı xətalara rast gəlsəm, mən onu deyək ki, Azərbaycana bildirə bilərəm. Niyə? Bu gözəl iş daha da gözəlləşsin. Ona görə yoxdur ki, Azərbaycanda mən səhv tutdum. Bunlar çox sarsaq şeylərdir, uşaq hərəkətlərdir. Çünki axı, mən məsələn yaradıcı instinktimə güvənirəm. Yaxşı oxucu olduğunu da bilirəm. Mən bu kitabı oxuyuram və bilirəm ki, Azərbaycan burada nə qədər əziyyət çəkib və Azərbaycan burada necə yaxşı bir iş ortaya çıxarmaq istəyir. Mən onu bilirəm, duyuram onu. Yəni heç onu yaxşı işdə, onu bilirəm ki, o yaxşı işləyir. Orada nəsə eləmək istəyir, başdan sona eləmək istəyir və s. Amma yaxşı işdə mən özüm tuturam. Onu özüm bilirəm ki, nə qədər burada zəhmət var və nə qədər böyük xidmət var. Ona görə mən burada hansısa bir səhvi görməyim, o demək deyil, mən bunu qaralamaq istəyirəm. Bildiniz necə? Bunu daha da gözəlləşdirmək istəyirəm. Məsələ budur. Yəni sənin hədəfin nədir? Məramın nədir? Nə etmək istəyirsən? Məsələlər budur məsələ. Bir işi gözəlləşdirmək mi istəyirsən, yoxsa belə primitivcəsinə alçaq vasitələrlə orada nəsə belə özünün kiçikliyinə uyğun kiçik bir iş görmək istəyirsən? Qətiyyən məsələn ona qarşı sərt ola bilərəm. Yəni çox intellektual baxımdan çox sərt ola bilərəm. Amma əgər o adamın ruhu gözəldirsə və gözəl işlər görmək istəyirsə, kömək olmaq istəyirsə, bu özü çox gözəl bir təşəbbüsdür və təmayüldür. Çünki bir şeyi yaxşılaşdırmaq və kamilləşdirmək istəyir. Bir dəyər qatmaq istəyir, dəyərsizləşdirmək istəmir. Məsələ bu. Bu əhəmiyyətli məsələdir. Mən işlərimin dəyərli işlər olduğunu düşünürəm. Bunu isbatlaya da bilərəm. Dedim ki, mən burada Nietzsche'nin üslubunu qoruyaraq, bu kitabdakı ağırlığını qoruyaraq bu kitabı ərsəyə gətirməyə çalışmışam və bu kitabı ərsəyə gətirərkən nələr çəkdiyimi də mən özüm bilirəm.
Bunlara rəsə yetirəsən, mən nələr çəkdiyimi, nə yollardan keçdiyimi özüm bilirəm. Ki, mənim problemimdir əlbəttə ki, amma yəni heç kim mənim özümü yaxşı tanıya bilməz və mənim yaşadıqlarımın da nə olduğunu bilə bilməz. Ona görə mütləq şəkildə mənim işlərimə hər hansı bir şəkildə yanaşma istəyən adam ki, heç kim buna məcbur deyil, amma əgər bunu eləmək istəyərsə, adil olmalıdır. Ümumiyyətlə, intellektualın birinci vəzifəsi adil olmayan adamın intellektual dünyada olması belə gülməli bir şeydir. Adil olmalıdır, mütləq. Kamallı, adil, yetişmiş adam olmalıdır. O belə kiçiklik, belə əyri-üyri şeylər, o ədəbiyyat fəlsəfəsi arasında bu şeylər heç uyğun deyirlər əslində. Əslində uyğun deyirlər. Montaigne çox gözəl deyərdi. Deyərdi ki, ruhan cılızlığa fəlsəfə yaraşmaz. Tamamilə də o deyərdi. Yəni ruhan cılız olmamalısan burada. Ruhun geniş, kamallı və qüvvətli və aydın olmalıdır. Adil olmalıdır. Ona görə də mən ədalətli münasibət istəyən insanım, ədalətli olmalıdır. Çünki mən bu məsələyə çox girmək istəmirəm. Yəni ki, sən çox şey düşünməlisən. Sən yəni mənə münasibətdə hər hansı bir əgər işlərə münasibətdə sən nə deyim, yəni sənin insanlığın olmalıdır. İnsan olmalısan. Sən yəni ki, insanlığın olmalıdır. İnsanlığın olmalıdır. Yəni kimlə başa düşsün deyə onu demək istəyirəm. Sən bilməlisən ki, nəysə, çox bu məsələyə getmək istəmirəm. Ona görə deyirəm, bax deyirəm. Ona görə çox sərt ola bilərəm. İnsanlığın olmazsa çox sərt ola bilər. Nəysə, mən çox dərinə getmək istəmirəm. Nəysə dostlar, belə bu məsələyə toxunmaq istəyirəm. Çünki dediyim kimi birbaşa əlaqəyə girmək lazımdır. Ay, mən Rüstəmi saymıram. Ay, Rüstəmi saymaya bilərsən, bəlkə başqa səbəblərə görə. Bəlkə Rüstəmin bilirəm, bu qanqaraldıcı söhbətdir. Mən əslində belə insan deyiləm. Məcbur qalıb bu söhbət edirəm. Bəlkə Rüstəmin səni belə pis hiss elətdirən Rüstəmdəki qabiliyyətlərdir. Pis hiss edirsən, onunla üz-üzə yara bilmirsən. Yenə də yetişməlisən. Yetişməyə var, çox var. Ona görə də mən Rüstəmi saymıram zat, belə şeylər ola bilər. Sayma, amma bunun altında başqa səbəblər yatır. Yəni bunun altında ruhun cılızlığı yata bilər. Ona görə də hər kəsin, yəni bu məsələlərlə bağlanan hər kəsin gözünün önündə bu söhbət olmalıdır. Məndən üzbəyiz. Orada həqiqət ortaya çıxsın, səhvim olsa düzəldəcəyəm. Amma bunu yadda saxlayın. Əgər bu kimi şeylərlə münasibətdə o mənfili bir qrup tapım, nə bilim, onunla pisliyim, o qrupu yanıma alım, nə bilim, belə şeylər ola bilər. Yəni bunlar dediyim kimi qrupa bazlıq, dəstə bazlıq, bunlar primitiv şeylərdir. Yəni bunlar yetişmiş insana aid ola bilməz. Məsələn üçün, deyək ki, mənim bu adamdan xoşum gəlmir, ondan xoşlanmayanları yanıma alıram, yəni bir güc toplayıram. Sənin o gücün heç bir şeydir. Heç bir şeydir o gücün. Yəni çünki güc budur. Mənim bir tənqidim var, o adamın üzbəyüz gəlirəm, onunla tənqidimi bölüşürəm, gücümü orada göstərirəm. Bu gücdür. Əgər güclüsənsə bunu göstərərsən. Qıraqda, bıçaqda qorxa-qorxa, o güc zad deyir. Yəni o özünü anlatmaqdır. Bunu bilmək lazımdır. Bunu bilməm. Mən sizinlə belə danışıram. Çünki zaman-zaman bu kimi məsələlərə toxunanlar görürəm və ümumiləşdirmə olur. Yəni dediyim kimi fərdiyyətə baxmısan sən. Mən məsələn burada Azər Əhmədovdan danışıram. Mən burada Azərbaycan tərcümə mədəniyyəti belədir, Azərbaycan tərcümələr belədilər danışmıram. Bu Azərbaycan tərcümələr elədilər söhbəti. Bu bilsən nədir? Bu cılız münasibətdir. Yəni bunun altında çox səviyyəsiz, yetişməmiş, alçaq duyğular yatır. Amma sən məsələn üçün bunu götürüb mən Azər Əhmədovun işindən danışıram. Mən başqa işlərdən danışmıram. Başqa işlərdə yoxlayaram, sonra danışaram. Belə yanaşsansa, bu başqa şey. Bu başqa şey. Bilirsiniz necə? Ümumi danışmaq olmaz. Bu kitabda da belədir. Məsələn üçün, mən üçün belə bir şey yoxdur. Azərbaycan ədəbiyyatı pisdir və ya yaxşıdır və ya belə deyil. Fərdiyyət, fərd.
fərq nə yaradıb? Bu hər şey, hər yerə bağlıdır. Bu adamın kitabı nədir? Məsələn üçün, bir oxucu görürəm. Nə bilim, Azərbaycan görə yazıdarsın deyir. Nə bilim, 500 birinə dəyməz, biz 500-ə dəyməz. Bu nədir? Bu boş bir kibir. Boş bir kibir. Bu bayağı bir münasibət, məsələn üçün. Bildiniz necə? Yəni bu heç ədəbiyyatı sevmək də deyil. Bu heç ədəbiyyatın nə olduğunu belə bilmək deyil də. Başa düşdün necə? Ona görə sən fərdiyyət, bir şəxsiyyət necədir? Bu şəxsin işləri necədir? Özü necədir? Və salam. Budur söhbət. Bununla mübahisə belə yersizdir. Burada mübahisə belə yersizdir. Sən fərq bundadır. Bir yerdə şəxsiyyətlər daha çox ola bilər, bir yerdə az ola bilər. Və salam. Bir yerdə nə bilim, bir yaxşı iş görənlər çox ola bilər, bir yerdə az ola bilər. Fərq bundadır. Yəni sən hər yerdə fərdiyyət önəmlidir. Yəni bu təzə deyil, bunun kökləri qoyulub Yunanların vaxtında. Ondan da biraz əvvəl, şərqdə də belə. Yəni bu indi deyim həqiqət kökü indi deyil. Heç bu indinin söhbəti deyil. Bu çoxdanın söhbətidir. Yəni bəşəriyyət bunu çoxdan başa düşməlidir ki, hər yerdə fərdiyyət önəmlidir. Hər yerdə şəxsiyyət önəmlidir birinci növbədə. Əlbəttə ki, sən bir xalq idealına görə eləyirsən. Əlbəttə ki, sən nəsə iş görəndə bu hər bir nə bilim aydının bir xalq idealı var. Hər bir aydının bir xalq idealı var. Amma bu dediyim kimi də, yəni ki, məsələn üçün yəni mən sizə bir neçə örnək verirəm. Məsələn üçün mən məsələn kitablardan danışanda rəy bölməsində məni təbrik edən nə qədər adam görmüsünüz? Yoxdur, görürsünüz? Təklik olur. Yəni xalqın münasibəti də mənə budur. Yəni ki, mən xalqdan nə çox şey gözləyə bilərəm və ya nə çox şey istəyə bilərəm və ya burada nə bir xüsusi bir gözlənti ola bilər. Ola bilməz, düzdür? Ona görə də xalq idealı var, amma ki, onun reallığı nədir? Tam olaraq reallığı nədir? Yəni reallıqda nə olur? Başa düşürsünüz necə? Ona görə də məsələn üçün mən hələ indiyə kimi xalqın nümayəndələri tərəfindən ay Rüstəm, məsələn üçün bu yaxşı işdir, məsələn üçün. Nə yaxşı iş görmüsən? Çox sağ ol. Nadirən, çox nadirən görmüşəm. Ziyalılar içərisində belə görməmişəm də. Ona görə də hələ mənəm görməmişəm. Demirəm, görməliyəm. O mənə demirəm. Yəni ki, xalq idealı ola bilər. Sənin burada qaçılmaz olaraq artıq gözləntin şəxsiyyətlərdən olur. Yəni bir xalqın ümumiliyindən olmur. Çünki xalqın ümumiliyində münasibət, yəni ki, mənfiyyət doğrudur. Mənfidir. Müsbətdən çox mənfidir. Baxmayaraq ki, məsələn, mən heç vaxt rüşvət almamışam. Heç vaxt kiminsə mal mülkünə göz dikməmişəm. İnsansevərliyi olan adamam. Nə deyim, valla. İnsanlara zülm verməyi də sevmirəm. Azərbaycan xalqı illərlə bunu axtarmırmı? Başım sıxmır doğrusu belə şeylər. Buna görə biraz, nə deyim, valla. Bir çaşqınlıq içində qalım. Başa düşmürəm söhbəti. Nəyəsə ki, dostlar. Ona görə də, yəni burada qaçılmaz olasan şəxsiyyətlərə ümid eləyirsən. Ona görə də şəxsiyyətlərə ümid eləyirsən və şəxsiyyətlərdən də münasibət görməyin də şey var da. Yəni şəxsiyyət də sənə şəxsiyyətinə uyğun münasibət göstərməlidir. Təəssüf ki, az öncə dediyim kimi, mənim gözümdə çox böyütdüyüm adamlarda belə o şəxsiyyətində pozğunluqlar olduğunu gördüm. Belədir. Yəni mən öz təcrübəmi deyirəm də. Ona görə də bu məsələlər biraz qəliz məsələlərdir. Amma ona görə də mən məcburən, başa düşürəm, bu indi elədiyim söhbətlər mənim zövqümüz olan söhbətlər deyil, dostlar, deyil. Kaş ki, mən çox ləyaqətli bir mühitdə olardım. Kaş ki, bunu çox arzulayıram. Ləyaqətli, şəxsiyyəti olan bir, intellektual mühitdə olardım. Amma çox təəssüf ki, dedim ki, gözümdə böyütdüklərimdə belə o pozğunluqları gördüm və çox məyus oldum. Və unutmaq istəyirəm artıq o məsələləri. Amma məcburəm bu söhbətləri eləməliyəm. Niyə? Öz gələcək oxucularım üçün, tamaşaçılarım üçün məcburəm bu söhbətləri eləməliyəm. Məcburəm ki, bəlkə onlar adil olarlar. Ona görə də bu söhbəti dostlar mütləq eləməliyəm. Başında biraz
Çünki yəni başqa bir bunun yolu yoxdur da. Bunun mütləq belədir. Mütləq belə olmalıdır ki, bunu mən özüm bu söhbətləri eləməliyəm. Yəni, dostlar, söhbətlərə gələcəksən ki, danışdıq bu barədə. Bunu da istəyənlər oxuya bilərlər, amma mütləq məndən əlaqə saxlamalıdırlar. Mütləq. Yəni ki, yaxşı, deyək ki, sən bu tərcümə deyək ki, xoşuna gəlmədi. Yaxşı. Bu tərcümə də mi xoşuna gəlmədi? Bu da mı xoşuna gəlmədi? Başa necə? Yəni heç olmasa bu xoşuna gəlmədi. Yəni sən əgər bunu pis deyirsən, məsəl üçün, bunu deməsən ki, Rüstəm bu yaxşıdır. Bunu demirsən, bunu deyirsən. Niyə? Çünki dediyim kimi də çox primitivləri, çox dəhşət belə primitivləri, dəhşət.